ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir. Meydan TV əməkdaşlarının həbs müddətləri artırılıb. Ukraynalı könüllülər ordunu və məcburi köçkünləri dəstəkləməyə davam edir. İndi isə daha ətraflı. Rusiya prezidenti Vladimir Putin Ukrayna və ABŞ-ın təklif etdiyi 30 günlük atəşkəsə razılaşsa da, sonra bunun niyə mümkün olmadığını dərhal izah edib. Biz hərbi əməliyyatların dayandırılması təklifləri ilə razıyıq. Lakin bizim mövqeyimiz belədir ki, bu dayandırma elə olmalıdır ki, bu uzun müddətli sülhə gətirib çıxarsın və böhranın ilkin səbəblərini aradan qaldırsın. Rusiya prezidenti Aleksandr Lukashenko ilə birgə mətbuat konfransında deyib. Bu 30 gündən nə üçün istifadə olunacaq? Məcburi səfərbərliyin davam etməsini təmin etməkdən ötürü Ukraynada yeni silahların səfərbər olunmasını təmin etmək üçün Putin fikrini əlavə edib. ABŞ prezidenti Donald Trump Putinin bəyanatını ümidverici, lakin natamam adlandırıb və əlavə edib ki, Rusiya atəşkəslə razılaşmasa, bu bütün dünya üçün məyusedici məqam olacaq. Biz Rusiyadan atəşkəs görmək istərdik. Bilirsiniz, biz kör-körənə işləməmişik. Biz Ukrayna ilə tərk ediləcək və itiriləcək əraziləri və yekun razılaşmanın bütün digər elementlərini müzakirə edirdik. Bir elektrik stansiyası var. Çox böyük bir elektrik stansiyası təhvil verilməlidir. Bu stansiyanı kim alacaq? Və bunu kim əldə edəcək? Bu prosesin birinci mərhələsini bilirsiniz. Yekun razılaşma artıq müzakirə olunub. İndi Rusiyanın buna hazır olub-olmadığını görəcəyik. Yoxsa bu bütün dünyanı çox məyus edəcək. ABŞ lideri deyib. Putinin müvəqqəti atəşkəsin indi qeyri-mümkün olduğuna dair açıqlamalarından bir neçə saat sonra Fox News telekanalı Trumpın Rusiyaya qarşı sanksiyaları sərtləşdirdiyini və onları daha da sərtləşdirəcəyini vəd etdiyini bildirib. Beləliklə, Donald Trump sanksiyaya məruz qalmış Rusiya bankları vasitəsilə Rusiya neftinin alınması üçün ümumi lisenziyanın müddətini uzatmamaq qərarı verib. Bu barədə Fox News-un prezident müxbiri Edward Lawrence mənbələr istinadən yazır. Lawrence'in həmsöhbətləri deyirlər ki, bu Putini sülhə məcbur etmək, Trumpın danışıqlar taktikasının bir hissəsidir. Martın 14-də həbsdə olan Meydan TV-nin əməkdaşlarının həbs qətimkan müddətlərinin artırılması ilə bağlı istintaqın verdiyi təqdimata baxılıb. Xətai rayon məhkəməsində ayrı aralıqda keçirilən iclaslarda Meydan TV işi üzrə həbs olunan jurnalistlər Aynur Qəmbərova, Aytaç Əhmədova, Xəyali Ağayeva, Natiq Cavadlı, Aysel Umudova, Şəmşid Ağa, Ramil Cəbrayılzadə, Ülvi Tahirov və Fatimə Mövlamlının barələrində olan həbs qətimkan tədbirinin 3 ay müddətinə uzadılması barədə qərar verilib. Eyni gündə Meydan TV işi üzrə həbsdə olan daha bir jurnalist Nurlan Qəhrəmanlının da məhkəmə iclası təyin olunsa da, onun vəkili iclasda iştirak edə bilmədiyindən məhkəmə təxirə salınıb. Bu barədə Qəhrəmanlının həyat yoldaşı Əsli Əlizadə məlumat verib. O deyib ki, proses barədə vəkilə son anda məlumat verilib. Dekabrın 8-də Bakının Xətai rayon məhkəməsi Meydan TV-nin baş redaktoru Aynur Ərgünəş, saytın əməkdaşları Aytaç Tapdıq, Natiq Cavadlı, Xəyali Ağayeva, Aysel Umudova, müstəqil jurnalist Ramin Deko, media əməkdaşı Ülvi Tahirov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Fevral ayında isə jurnalistlər Şəmşid Ağa, Nurlan Qəhrəmanlı və Fatimə Mövlamlı da eyni maddələrlə Meydan TV işi çərçivəsində həbs olunublar. Dünyaya Baxış proqramını izləyirsiniz. 77 yaşlı Vasili Qriqoryeviç Gürcüstanda məskunlaşan Ukraynalı qaçqınlardan biridir. Müharibədən əvvəlki həyatında musiqiçi olan Vasili qaçqın olduqdan sonra özünü musiqiçi olaraq təqdim edə bilmədiyini deyir. Ətraflı Zeynəb İskəndərova reportajında. Tam miqyaslı işğalın ilk günlərindən etibarən Novaya Xarkovka Rusiya işğalçı əsgərlərinin nəzarəti altına keçdi. Onlar şəhərdə heç bir məhdudiyyət olmadan gəzirdilər. Avtomat daşıyır, tanklar və zirehli texnikalar sürürdülər. Əvvəlcə evdən çıxmırdıq, heç yerə getmirdik, çünki bunun müvəqqəti olduğunu düşünürdük. Amma tezliklə raket hücumları başladı, partlayışlar. Qorxuluydu. Biz isə ailəliklə oradan çıxmaq qərarına gəldik. Gürcüstanda tanışlarımız var idi. Ona görə də bura gəlməyə qərar verdik. Əvvəlcə Tbilisidə bir kilsənin yanında sığınacaqda yaşadıq. Mən, həyat yoldaşım, qızım və 2 nəvəm. Bir müddət sonra isə Tbilisidə ayrıca bir mənzil kirayə elədik.
Müharibədən əvvəlki həyatında musiqiçi olan Vasiliy, qaçqın olduqdan sonra özünü musiqiçi olaraq təqdim edə bilmədiyini deyir. Когда я закончил институт, попал туда по направлению. 1975-ci ildə institutu bitirdikdən sonra şəhər mədəniyyət mərkəzinə təyinat aldım. Orada xalq orkestri vardı, böyük bir caz orkestri. Orkestri idarə etməyə başladım və dirijor kimi fəaliyyət göstərdim. 50 il ərzində Ukraynanın demək olar ki, bütün şəhərlərində konsertlər verdim. Həyatımın əsas hissəsi bayan çalmaqdan ibarətdir. Belə ki, mən təkcə orkestr dirijoru deyiləm, eyni zamanda ixtisasla daha çox bayanistəm. Ansambl musiqiçisi kimi Baltikyanı ölkələrdə, Bolqarıstanda, Portuqaliyada, Avstriyada olmuşam. Belə-belə dünyanı gəzmişəm. İndi isə bura köçdükdən sonra bir musiqiçi kimi heç nə də bilmirəm. Tamamilə heç nə. Сопровождать солиста, вокалиста. Месяц, полтора-два, не больше. И, естественно, брать с собой такие Elə вещи bilirdik ki, было maksimum надо, bir потому yarım что iki aylıq всё gedirik. необходимо, Təbii ki, самое bu qədər такое. qısa müddət üçün Приехали bahalı на əşyalar футбол, götürmək футбол, mənasız приехали idi. на Ona парад. görə də Это ancaq было, vacib это əşyaları было, götürdük. Və təəssüf ki, июль Tbilisidə месяц, qaldığım 24 müddətdə число, heç yerdə bir dənə də olsun 24 года. bayan görməmişəm. Ruhum ağrıyır, amma nə etmək olar? Burada Burada Ukrayna evində böyük ansambllarla iş təcrübəmin olduğunu dedim. Mənə xor yaratmaq təklif olundu, amma təəssüf ki, nə kifayət qədər musiqiçi var, nə də alət. Ona görə də hələ ki, hər şey dayanıb. Görək nə olacaq. подали идею создать хор при украинском доме. Gürcüstandakı həyatından danışan Vasiliy, özünü musiqi ilə təsəlli etdiyini və gələcək planlarının evinə qayıtmaq məsələsinin müəmmalı olduğunu bildirir. Веселенькие такие. Знаете, что меня спасает? Дело в том, что я хожу много по концертам. Вот я Bilirsiniz, часто məni гость, burada nə xilas edir? когда на Musiqi. Marcinishvili Hər концерт zaman зал konservatoriyaya, Там filarmoniyaya, каждую baletə субботу, gedirəm. каждую субботу идет, Burada и со мной operalarda концерты. artıq hamı məni И я tanıyır. каждую субботу Elə bil хожу oranın туда. iç Я adamıyam. потом Bunun домой sayəsində еду, yaşayıram. куда-нибудь, Bu mənə как-то, kömək edir. не знаю, Əgər bunlar я olmasaydı, дома məhv ничего olardım. не Bilmirəm nə edərdim. делаю. Geri qayıdardım, bilən yoxdur. Orada tam işğal var və məni gözləyən heç nə yoxdur. İnsanlara zorla Rusiya pasportu verirlər. Heç kəsi buraxmırlar. Sağ qalmaq üçün insanları pasport almağa məcbur edirlər. И вы заставляете брать российские паспорта. Və sonda Ukraynada geniş miqyaslı müharibə başlayandan bəri insanlar həm ordunu, həm də evlərindən didərgin düşən vətəndaşları dəstəkləmək üçün könüllü fəaliyyətlərə qoşulurlar. Ukraynadan müxbirimiz Seymur Şıxaliyevin reportajını təqdim edirik. Ukraynada geniş miqyaslı müharibə başladıqdan sonra Ukraynalılar ordunu və evlərini tərk etmək məcburiyyətində qalan insanları mümkün qədər dəstəkləmək üçün könüllü dəstələrdə birləşirlər. Belə könüllülərdən biri də Mukaçov sakini Violetta Abrovkodur. O, Rusiyanın Ukrayna geniş miqyaslı təcavüzünün ilk günündə vətənini müdafiə etmək üçün hərbi komissarlığa müraciət etdiyini bildirib. Lakin qızını tək böyütdüyü üçün hərbi xidmətə qəbul edilməyib. Buna görə də Violetta könüllü olmağa qərar verib. З вересня 22-го року ми є військові волонтери. Mən 2022-ci ilin sentyabrından hərbi könüllüyəm. İlk fəaliyyətimiz səngər şamlarının istehsalı ilə başladı. Çünki onları almaq mümkün deyil və ehtiyac çox böyükdür. Belə şamlar əsasən sığınacaqlardakı hərbçiləri soyuq havada isindirmək, yemək və çay bişirmək, paltar qurutmaq üçün istifadə olunur. Bugünə qədər 450 milli ölçüdə 40 mindən çox səngər şamı istehsal etmişik. Нами виготовлено вже більше 40 тисяч окопних свічок розміром 450 мл. Könüllülər qərargahının hərbçilərə yardım göstərməyə davam etməsi və xəndək şamları hazırlamaq üçün materialların alınması üçün maliyyə vəsaitinə ehtiyac var. Könüllülər təşkilatı yalnız qayğıkeş Ukraynalıların və digər ölkələrin vətəndaşlarının ianələri hesabına fəaliyyət göstərir.
Ми почали допомагати військовим і іншою. Hərbçilərin bizdən istədiyi digər yardımları da göstərməyə başladıq. Bura xüsusi geyim elementləri, hərbi geyimlər, kimyəvi qızdırıcılar, quru yeməklər daxildir. Bu günə qədər ordu üçün 15-dən çox pilotsuz təyyarə və 5 elektron müharibə avadanlığı almışıq. Cəbhəyə nə qədər yardım göndərdiyimizi indi xatırlaya bilmirəm. Не згадаю, скільки всякої допомоги, скільки тонн допомоги ми вже відправили. Orduya yardım təşkil edərkən Violetta Avrovka Aleksandr İşenko ilə tanış olub. Aleksandr əvvəllər cəbhədə döyüşüb, lakin yaralandıqdan və protez ayaq aldıqdan sonra hərbi xidmətini dayandırmaq məcburiyyətində qalıb. O, yaralanmadan əvvəl Ukraynanın şərqində xidmət etdiyini bildirib. Після поранень отримав протезування, була операція. Yaralandan sonra əməliyyat olundum, protez aldım. İndi müqavimət hərəkatında hərbi təlimatçı kimi fəaliyyət göstərirəm. 79-cu Desant Hücum Briqadasında xidmət etmişəm. Hazırda həm də könüllülərin fəaliyyətinə kömək edirəm. Tapşırıqlarımdan biri də səngər şamlarını parafinlə doldurmaqdır. Ümumiyyətlə, bacardığımız hər işi görməyə çalışırıq. Mən Donetsk və Lugansk istiqamətlərində döyüşmüşəm. Служив в Донецьку, в Луганську. Violetta Avrovka və Aleksandr İşenko fəaliyyətlərini dayandırmaq niyyətində deyirlər və düşmən üzərində qələbə qazanana qədər əllərindən gələni etməyə davam edəcəklərini söz veriblər. Mukaçov şəhərindən Seymur Şıxəliyev və Ceyhun Şüküroğlu, Amerikan Səsi üçün. Bu həftə dünyaya baxışda sizə çatdıracaqlarımız bu qədər. Proqramlarımızı Amerikan Səsi.org saytımızdan izləməyi unutmayın. Ən son məlumatları bizim Instagram hesabımızdan da əldə edə bilərsiniz. Hər həftə sonu əməkdaşımız Dilşad Əliyarlının təqdimatında efirə gedən Amerika İcmalı proqramı vasitəsilə həftənin hadisələrini icmalını izləyə bilərsiniz. Proqramda müsahibələr, təhlillər və həftə ərzində baş verən ən vacib xəbərlər yer almaqdadır. Bundan əlavə bizi Telegram kanalında da izləməyi unutmayın. Gündəlik xəbərlər və məlumatlar digər sosial media vasitələri ilə yanaşı Telegram kanalında da aktiv şəkildə yayımlanır. Telegramda VOA Azərbaycan axtararaq kanalımıza abunə olmağı unutmayın. Amerikan Səsinin efirindən mən Fərid Otiyev sizlərlə sağollaşıram. Hələlik.